Film təqdimatındayıq. Adsız qəhrəmandır filmin adı. Elə başa düşməyin ki, niyə adsız qəhrəman? Adı var o oğlanın, o igidin adı var. Adı Məzahirdir. Bəli, Məzahir qardaşımız 23 yaşında itkin düşüb və bu günə qədər də onun doğmalarını axtarmaqdadılar. 1992-ci il 26 fevral gününə qədər Məzahirin döyüş yolu bir başqa, amma həmin gecənin bir başqa döyüş. Çünki Məzahir həmin gecə çox insanları xilas edib. Onun haqqında danışırlar, amma adını bilmirlər. Yəni filmimizin də adı elə oradan yaranıb, adsız qəhrəman. Yəni qəhrəmanlıq bir görünür, amma ad bilinmir. Fevralın 25-dən 26-sına həmin gecə itkin düşüb. Məzahir xeyr 3 gün meşədə döyüşüb. 3 gün, hətta 27-si günü, fevralın 27-si günü Məzahir filmin içində də var o. Bir neçə adamı gətirir və orada deyir gözləyin. Çünki meşənin içində rahat şəkildə gətirə bilmirdilər. Orada postlar var idi, ermənilər mindillə o bizim insanları ələ keçirdirdilər. O döyüşə gətirib Ağdam istiqamətinə keçirir və yenidən Xocalıya köməyə qayıdır. Və həmin vaxtı Məzahirin deyilənə görə ayağından yaralı olur və talihindən müxtəlif fikirlər gəlir. Amma yəni hələ də talihi naməlumdur və bugün də biz o sevincimi deyim, o anımı deyim, həsrətlə gözləyirik ki, yəni Məzahirin o yəni DNT analizindən bir nəticəsi olsun ki, biz də 34 ildir, yəni bir ana öz övladının şəklinin qucağında o dünyaya köçdü. Düzlüyündə olan ruhları orada görüşür. Məzahir polis olub, polis əməkdaşı olub. Bəli, polisin qəhrəmanlığından danışanda o sırada Məzahirin adı ilk sıralarda çəkilir və Mehriban xanımın dediyi kimi onlar film hazırlanıb, Məzahirin qəhrəmanlığından danışılır filmdə, amma yenə də gözləri yoldadır. Ümid eləyək ki, Məzahir qayıdacaq, ümid eləyək.